İnsan dua eləyəndə, zikr eləyəndə insanın beyin axı bir neçə hissədən ibarətdir tibbi baxımdan, anatomiya baxımından. İnsanın beyninin ön pay tərəfi, yəni düşüncə və qərar mərkəzi həmin saat dəyişir. Buna dini baxımdan demirik hələ. Dünyavi baxımdan elm sübut eləyib, tibb elmi bunu sübut edir ki, insan təfəkkür eləyəndə, insan zikr eləyəndə, qəlbi aramlıq tapanda beynin ön tərəfi, yəni diqqət mərkəzi qərar verə bilir, sakitləşdirir, aramlaşdırır ki, həm də insandan qorxu hissini götürür. Baxın, həmişə narahat olan insan, stresdə olan insan, daim qorxan insan həmişə təlatumdadır. Hətta aram olan vaxtında belə zehni mütləq hardasa narahatçılıqdadır. Zehni nələrisə düşünür, zehin məşğuldur. Hətta məsələn bu tərz insanlar yatarkən belə beyin yatmır. Bəzən deyirlər, cismim yatıb, beynim yatmayıb. Səhərə kimi düşünmüşəm. Bu ondan xəbər verir ki, nə qəlbən, nə ruhən, cismən aram olan bir insan deyil ki, yəni demək istəyirik ki, dua, inam, iman, ibadət təkcə sözlə olacaq bir məsələ deyil və yaxud da zikr təkcə belə deyil ki, biz zikr edirik, dilimiz onu zikr edir, fəqət axirətimiz üçün və yaxud da ki, dünyavi məsələlərdə olan çətinliyimizi aradan aparırıq. Xeyr. Bu eyni ilə bizim beynimizə siqnal ötürür ki, və yaxud da beynimiz qəlbimizə siqnal ötürür zikr elədikcə ki, sakit ol, aram ol, o təhlükəni bizdən aparır. Məşhur qərbli bir alim, nevroloq yeni təhqiqatlarından birində buyurub ki, dua insan beynini elə dəyişdirir ki, insanda ümidi artırır, qorxunu azaldır, əlavə olaraq da bədəndə yeni sağlamlıq hüceyrələrini əmələ gətirir ki, Qurani-Kərim zaten bunu illər, əsrlər əvvəl bunu buyurmuşdu ki, bilin ki, qəlblər yalnız Allah'a zikr eləməklə aram olar. Rədd surəsi 28-ci ayədə.